Değerli kanal izləyicilərimiz, Masazır qəsəbəsində endirilmiş qiymətə Qubçalı 2 mərtəbə qoşadaşda tikilmiş belə bir həyət ev təqdim edirəm sizlərə. Həyəti böyükdür, bir maşın keçəcək, oturub durmaya yerdə qalır. Gördüyünüz kimi həmişə yaşıl dekorativ ağacları var. Bütün kommunallar var, qaz, su, işıq, kanalizasiya hamısı var. Mərkəzi kanalizasiyadır, Qubça dəlidir. Evin də torpağında sənədi var. Yuxarısında böyük bir həcmli eyvanı var, yəni balkonu var. Ev yerdən kürsülüdür. Bir ilə ikinci mərtəbənin arası monolit betondur. İstərdim həyəti bir daha bu hissədən göstərim. Tam böyük həyətlərdir. Ümumi 1,6 sotdadır. Burada kombi üçün yer nəzərdə tutulub. Bir daha həyəti göstərim. Yeri hündürdür. Masazırda yeni 6 nömrəli məktəbə yaxın bir ərazidə yerləşir. Evin içi də ki, çox səliqəli təmin olunub. Burada da ikinci mərtəbə qalxan pilləkəndir. Döşəmə qranitdir, birinci mərtəbə isti döşəmədir. Və keçib evin üçün tam şəkildə hissə göstərəcəm, qiymətlə bağlı məlumat da verəcəm. Dəhlizin bu hissəsindən sizlərə görünüşü göstərirəm. İstərdim ilk olaraq qonaq otağını göstərim. Belə bir gözəl beyaz qapının arxasında qonaq otağımız var. Tam hazır. Bahalı çılçırağına belə, yəni lüstrünə kimi asılıb qoyulub. Hazır evdir. Alt kös yaşar. Böyük pəncərə iləndir. Olmayan ara qismət gözəl təklifdir. 4 otaqdır ən əsası. Masazırda yeni 6 nömrəli məktəbə yaxın bir ərazidə qiymət 109.000 manat. 109.000 manata təklif olunur. Endirim olunacaq evə baxdıqdan sonra. Burada hamam otağıdır. Gördüyünüz kimi duş kabinəsinə kimi var. Və mətbəxi göstərim. Mətbəx çox böyükdür. Adəti üzrə belə böyüklükdə qonaq otaqları olur. Tavan figur, döşəmə qranit, alt istip oldu. Mətbəx mebeli yığılandan sonra bu mətbəxə su xətti, qaz xətti çəkib. Mətbəx mebeli yığılandan sonra evin o hissəsinə, bu mətbəxin o hissəsinə stol, stul, künc, divan, hər şey qoymaq olar. Evin arxasına keçməyə yer də var. Yəni bu evə aid olan bir arxasıdır. Yəni qonşudan aralıdır, bitişik evlər deyil. Və keçək yuxarıda olan şəhər sizlərə tam şəkildə göstərəcəm. İkinci mərtəbəyə tam şəkildə qalxmışıq. Dəhlizin ümumi görünüşüdür. Buradan eyvana çıxışı var, balkona. Balkonun videonun əvvəlində qeyd elədim. Belə uzun balkonu var. Həyətini də göstərim. Yeri gözəl hündürdür. Hündür ərazidir. Kommunalların hamısı var. Durduğumuz döşəmənin altı monolit beton, üstü laminatdır. Burada bizdə belə bir hamam otağıdır. İkinci mərtəbəyə aiddir bu hamam otağı. Və yataq otaqlarını bir-bir göstərim. Evin bütün pəncərələri işıqlıdır. Yəni bağlı pəncərəsi yoxdur. Belə işıqlıdır. Burada bizdə digər yataq otağıdır. Qiymət 109.000 manat. Yəni bu orta ölçülü yataq otağıdır. Bu kiçik yataq otağıdır. Burada da olacaq bizdə böyük bir yataq otağı. Hə, düz tapış, böyük bir yataq otağı. Həcmli, qoşadaşla tikilmiş, kombi xəttləri yuxarıda çəkilib, 109.000 manata qiymət endirilib, endirilmiş qiymətlə təklif olunur. Alana satan Allah xeyrin versin, videonu bəyənin, kanalımıza keçid edib, digər həyət evləri, mənzillərimizə də baxa bilərsiniz. Sonra da izlədiyiniz üçün təşəkkür edirəm.